Sait Kürşat bəy də gəldi. Sait Kürşat bəy, indi məni eşidirsiniz? Bəli, eşidirik. Sait Kürşat bəyin özü tək başına elə bir mediadır. Yəni o mediası yayılır, dostlar izləyirlər. Güney Azərbaycan Demokrat Partiyasının özünün neçə mediası var. Bunlar izlənir. Qərar deyil elə televizyon ola. Biz səsimizi çatdıra bilək. Başqa yollarla biz çatdırırıq. Yəni İran International'dan, BBC-dən dala qalan deyilik. Və bunu demək olar fakt olaraq bizim millət hansı yönə gedir görünür da bu təşkilatlara verən, medialara verən yönə gedir. Bəs bu medialar izlənir. Bəs bu səs alınır. Mən sadəcə bir sözüm var. Biz özümüz media olaraq buradan elan edirəm elə hər hansı təşkilatımız, hər hansı ziyalımız özünə görə vaxt istəyir. Öz markası ilə, öz armı ilə proqram sadəcə ona görə gedə, biz indidən elə amadacı eləyirik. Hər hansı saat desə gəlib proqramın icra eləyək, hətta biz onu zəbt eləyək. İstəsə canlı da yayarıq buradan, istəsə yaymarıq proqramı. Zəbt edib verərik özünə. Yəni əlimizdən gələn budur indi bizim. Bizim potansiyelimiz budur ki, bu işi görə bilirik. Biz vaxtımız olan ixtiyarında qoya bilirik. Hər hansı teyf, media, təşkilat, söz, hətta o ki bizlə müxalifdir, mənim əleyhimə danışır, ya hər nədir. Amma bir dənə görəvimiz var, hamımız bir olmaq zorundayıq, bir addım atmaq zorundayıq. Ondan başqa çarəmiz yoxdur. Mən vaxtı zamanı Sayın Mahmud Kürşat cənablarına verəcəm. Özü məndən yaxşı bilir nə deyəcək. Çünki mən gerçəkdən Sayın Mahmud bəydən sual soruşmaq mənə yeri yoxdur. Özü bir mediaçıdır, özü bir çalışkandır, daha söz qalmır. Buyursun özlərinə danışırlar, buyursunlar. Çox sağ ol. Lütfüz vardı. Sözünə doğrusu mən az qaba, az öncə bu bir öncəki İran Dışişləri Bakanı Vəzir Umur Xaricəsinin Aiz Zərifin bir danışığına baxdım. O sanıram indi çox viral olur. O danışığında deyir ki, 1404-də məndən soruşsaz nələr yaşanacaqdı. Xalqımıza onu deyirəm ki, bizə qalsa biz süqut eləyəcək. Deyib, bizə qalsa biz süqut eləyəcək, millətimizə qalsa biz zəfər salacaq, piruz olacaq. Deyir, o zaman ki, bizim ölkəmizi yöneticilər insanlarımızın başı örtüsünü təhdid sayır. Və ya məsələn, yaşam koşulları, bu istəkləri hər tərəfdə, interneti təhdid sayır. Z kuşağın təhdid sayır. Bu cür sıralayır. Deyir, çünki biz qonşularımızla savaşdıyıq, təhdidliyik. Öz insanlarımızı, bu İran İslam Respublikasının Dışişləri Bakanlığını yapmış olduğu şəxsin öz ağzından çıxır ki, 1404-də biz düşəcəyik. Keçmiş Dışişləri Bakanları, keçmiş. Bağışlayın, mən sizin səsinizi eşidə bilmirəm deyə, mən devam edim, sonra ayrıldım. Sualınızı ala bilmədim. Keçmiş bir problemlər də olur da. Hər halda çox üzürlü sayın istəyirəm, onu deyəm ki, mən umut edirəm ki, bu dəfə artıq, hətta biraz açıq sözlü olmağın zamanıdır. Biz o dostlarla danışırıq. Baxmayaraq ki, Pəhləvi rejimi, indi hələ rejim demək olmaz ona, biz onu bir təhdid gözü ilə baxırıq. Azərbaycan Milli Hərəkətinin demək ki, bilqüvvə gücü çox üst düzeydə olduğuna görə, əgər yaxşı yönetilməyi biz eləyə bilək başaraq, vahid cibhədən çıxış etməklərin bir yolunu tapaq, eləyə bilək biraz mediatik olaraq evlərə gedək, televizyonlara çıxaq, eləyə bilək bu işlərin üstəsindən gələk, bu aşamada da ki, buna mükəlləfdir bizim çalışqanlarımız. Mən umud edirəm ki, bu böyük bir fürsəti faydalana bilək və gələcəkdə Azərbaycan özünə görə öz sözünü demək gücü olsun. Yəni bir devləti olsun. Fərqliliklərimiz indi o aşamada ki, ideolojik olaraq nədirsə, məsələn, federalçısı var, istiqlalçı və s. Hətta mən istəyirdim sözü aparam ora ki, indi birləşmək farsla, o birisi ilə, indi bu aşamada birinci hədəfi tam bəlirləmək gərəkir. Və o da İran İslam rejiminin devrilməsi. Yəni bu hamımızın vahid bir istəyidir. Yəni bu olana qədər dediyim kimi yuxarı başda açıq sözlü danışmağı mən tərcih edərəm. Ay Xamenei əyləşibdir. Özü deyir ki, biz etirazçılarla danışarıq. Öz içindən çıxan Ayət Hacızadəni 10 ildə tutub həbsidə. Deyir, bu etirazçılarla biz danışarıq. O halbuki danışmır, güllüyə bağlayıb da. Bu 86 yaşında qoca ilə biz hara gedəcəyik? Yəni bunu bütün İran millətləri anlayır ki, bunun artıq tam aşamasıdır ki, devrilsin. Bu devrilmədiyi sürəcə sonuc olmayacaq. Azərbaycan Milli Hərəkəti də çox daha cəsur davranmalıdır.
və hətta əgər ki, bizim gələcəkdə hökumət və idarəçiliklə ilgili rəqib qüvvə olaraq birinci yerdə əgər Pəhləvidirsə, biz elə bu molla rejimini devirməkdə öz payımızı ortaya qoysaq, öz gücümüzü sərgiləsək, onunla da, başqaları ilə də, dünya ilə də dirəniş payımız, söz demək payımız çox olacaq. Öz insanlarımızın da motivasyonu yüksək olacaqdır və buna umutlu olmalıyıq ki, gələcək bizimdir. Gələcək bizimdir və mühtəmilən rəqib qüvvələr, hər hansı qüvvələrdən olursa da olsun, biz onlara da qalib çala biləcəyik. Amma geri planda qalırsaqsa əgər, onlar bizim içərimizdə çox çalışıblar, bəzi manqurtlaşmış insanlarımızı özlərini cəlb ediblər və bunu da unutmayaq da, biraz da bizim zəif tərəflərimiz var. Məsələn, onların parasal, ekonomik daha çox imkanları ola bilər və təəssüflə fakt odur ki, elə bu Xumeyni də hakimiyyətə gələndə hər kəs daha güclü olur, o orta xakistərilər də gedir o güclüyə sarı. Biz bunları unutmayaq, biraz dağınıq danışmış ola bilərəm, az fürsətli istəmirəm sizi soxuyorum. Mən çalışıram ki, gələn günlərdə də əlimdən gələn olduğu qədər sizlərlə bir arada insanlarımızın yanında olaq və təbii ki, elə burada da Əziz Yürüş bəy, Vədud bəy və başqa siyasi zindanlarımızın adını çəkirəm və sayğı ilə onları yad eləyirəm və umud edirəm ki, bugünkü günlərdə təəssüflə biz bilmirik ki, Tehranda tökülən qan bir türkün qanıdır, ya Farsın qanıdır, ya İsfahanda, ya Məşəddə. Biz biraz daha birləşdirici sloganlarla önə gedək ki, bu Cumhur İslamının otoritəsi tezliklə yıxılsın ki, daha çox az xəzinələr verək. Çox sağ olun, var olun.